Hər kəsə salam. Mən Rəhimova Aysan. Bugün, yəni 14 dekabr tarixində OTK tərəfindən 9-cu siniflər üçün keçirilən buraxılış imtahanından Azərbaycan dilinə aid sualların izahını verəcəm. Elə isə başlayaq. İlk suala baxırıq. Hansı cümlədə sifət ismə aid şəkilçi qəbul etmədən isimləşib? Yəni burada cəm, mənsubiyyət, hal və xəbərli şəkilçilərindən söhbət gedir. A variantında bədbin sözü sifətdir, ancaq cümlədə ismin sualına cavab verir. Necə? Bədbin hər kəsi özü kimi sanar. Kim? Bədbin. Əslində, baxın, bədbin insan, necə insan deyirik, düzdürmü? Yəni, bu söz əslində sifətdir, ancaq cümlədə heç bir suala cavab vermədən isimləşibdir. Yəni, cavabımız olacaq burada A variantı. Digər variantlarda pisə, yaxşını sözləri ismə aid şəkilçi qəbul ediblər, yəni hal şəkilçisi qəbul edərək isimləşiblər. C variantında ümumiyyətlə sifət yoxdur. Birincilər sözü burada saydı. Daha sonra kiçik yardım. Baxın, kiçik sözü burada sifətin sualına cavab verir. Yəni necə? Ona görə cavabımız əlbəttə ki, bu da ola bilməz. Yersiz zarafatlar kədərli sonluqla bitir cümləsində yersiz və kədərli sözləri də yenə necə sualına cavab verir. Yəni ismin sualına cavab vermədiyi üçün isimləşməyib bu sözlər. İndi isə baxırıq növbəti suala. Tamah və hərislik başlayan vaxt saf duyğular sona çatar cümləsindəki hansı sözün sinonimi düzgün verilməyib? Bu tipli testləri işləyərkən biz hər bir sözü cümlədə yerinə qoyaraq baxırıq. Necə? Baxın, tamah, yəni burada nəfs sözüdür. Birinci rəqəmin yerinə nəfs verilibdir. Elə gəlin ardıcıl cümləni oxuyaq. Nəfs və düşkünlük başlayan zaman təmiz hiss sona çatar. Baxın, burada bütün sözlər düzgün oldu. Ancaq hiss sözü duyğular sözünün yerinə qoyula bilməz. Çünki həm burada duyğular sözü cəmdədir, buna görə də deyə bilərik. Həm də cümlədə tam olaraq düzgün səslənmir. Yəni, tamah və hərislik başlayan vaxt saf hiss sona çatar deyə bilmirik. Ona görə də cavabımız elə olacaq B variantı. Növbəti suala baxırıq. Fərqləndirilmiş sözlər hansı sözlərin sonuncu samiti kontekstdə cingiltili tələffüz olunur? Baxın, sonuncu samit cingiltili olmalıdır. Ümumiyyətlə, biz bir sözün sonundakı samitin necə tələffüz olunduğunu bilmək üçün ona saitlə başlanan şəkilçi artırırıq. Məsələn, qaymaq sözünə saitlə başlanan şəkilçi artırırıq. Qaymağın, ın artırdıq. Gördünüzmü? Burada qığıya keçdi, yəni cingiltili samitə keçdi. Demək ki, bir sözün sonundakı samit o zaman cingiltiliyə keçər ki, ondan sonra sait gəlsin. İndi gəlin biz burada hansında sait varsa onları saxlayaq. Samit özündən sonra samitlə başlanan söz gələn variantları çıxaq. Baxırıq, burada qaymaq sözündən sonra A saiti gəlib, burada O saiti gəlib, Ə saiti, A saiti gəlib. Amma burada artıq sait yox, samit var. Demək ki, 5 ola bilməz. Yəni, burada cingiltili samitə keçə bilməz sondakı samit, kar samitə keçəcək. Yəni, burada biz 5-ləri cavabdan çıxırıq. Qaldı A, C və D variantı. Bəs yaxşı, bütün bu sözlərin, yəni 1, 2, 3 və 4-cü belə deyim, rəqəmlərin yazıldığı ifadələrdə bütün sözlərdən sonra sait gəlibsə, yəni saitlə başlanan söz gəlibsə, o zaman fərq nədən ibarətdir? Burada fərq ondan ibarətdir ki, baxın, bu 3-cü hissədə verilən əmlak sözü, əmlak, alınma sözdür. Və bu sözə saitlə başlanan şəkilçi artıranda ki, burada olduğu kimi qalır. Məsələn, əmlakın, baxın, dəyişmədi. Ki, elə olduğu kimi qaldı. Ona görə də 3 də variantlardan çıxır. Yəni, cavab olur C variantı. Çörək ovuntusunda ki, yiyə keçir. Bəzək əşyasında yenə yiyə keçir. Qaymaq almaqda isə Ğ-ya keçir və şərtimizi ödəyir. İndi isə gəlin 4-cü suala baxaq. Hansı cümlələrin tərkibindəki sözlər yerinə görə eyni nitq hissəsinə aiddir? Bütün sözlərə baxaq, cümlədəki bütün sözlərə. Birinci çox, ikinci azdır. Birinci saydı, sıra sayı, çox qeyri-müəyyən miqdar saydı. İkinci sıra saydı, azdı, qeyri-müəyyən miqdar saydı. Yəni, bir düzdür. Bütün sözlər saydı. Yorulanda feili bağlamadı, dincəlmək məstərdir, unutmayın, əmr şəklində olan feildir. Yəni, hamısı feildir. Bilirik ki, feil bağlama, məstər, feil, sifət bunların hamısı feilin formalarıdır.
1-2 oldu və yəni cavab ya A olacaq, ya da E variantı olacaq. Tənbəl insan şeytanın oyuncağıdır. Burada tənbəl sifətdir, insan isimdir. Ona görə olmayacaq bu cavab. Sonra siz necəsiz? Baxın, burada siz şəxs əvəzliyidir. Necəsiz? Sual əvəzliyidir. Yəni hər iki söz əvəzlikdir. Cavabımız olacaq elə 1, 2 və 4. 5-də isə yar sözü, yarmaq sözü feildir. Digər sözlər isim olduğu üçün 5-də cavab olmur. İndi baxırıq 5-ci sualımıza. Hansı cümlədə zərfin mənaca bütün növlərinə aid, yəni tərz hərəkət, zaman, yer və miqdar zərflərinə aid nümunə var? Variantlara baxırıq. Burada yer zərfidir, ara bir zaman zərfidir, başqa bir zərf yoxdur bu cümlədə, güclü burada sifətdir. Yəni A variantı deyil. Dünən zaman zərfidir, orada yer zərfidir, həvəslə tərz hərəkət zərfidir, necə nə tərzdə həvəslə, xeyli nə qədər miqdar zərfidir. Yəni cavabımız olacaq B variantı. Düşünürəm digər variantlara baxmağa ehtiyac yoxdur. Burada sadəcə sizi çaşdıra biləcək bir-iki sözü deyə bilərəm. Məsələn, D variantında məktəbdə sözü isimdir. Konkret yer bildirir çünki. Dünənki sözdə sifətdir. Yəni dünən olsaydı zərf olardı, amma burada 2 şəkilçisi olduğu üçün bu sifətdir. Qaydanda sözü E variantında zərf deyil, feili bağlamadır. Və keçirik 6-cı suala. Altından xətt çəkilmiş sözlər əsasında uyğunluğu müəyyən edin. Bu dünyada hər pislik cəhalətdən yaranır. Baxın, burada hər sözü əvəzlikdir, təyin əvəzlikdir. Qeyd edirəm. Müəllimlikdən şərəfli peşə tanımıram. Burada şərəfli sözü isə sifətdir, düzəltmə sifətdir. Gəlin baxaq. Əşyanın keyfiyyətini bildirir. Bu şərəfli sifətinə aiddir. A variantı gedəcək buna. Daha sonra sifəti əvəz edib. Əvəz etmək əvəzliyə aid bir xüsusiyyətdir. Hər pislik, necə pislik? Baxın, sifətin sualına cavab verib. Demək ki, burada hər sözü sifəti əvəz edib. Yəni B bura gedir. Adlıq halda olan isimdən əvvəl işlənib. Baxırıq. Bu dünyada hər pislik cəhalətdən yaranar. Burada yaranar nə? Pislik. Baxın, pislik sözü adlıq haldadır. Ona görə bu olmayacaq. Müəllimlikdən şərəfli peşə tanımıram. Peşəni tanımıram. Burada artıq peşə sözü təsirli haldadır. Adlıq halda deyil. Ona görə də burada C variantı birinciyə uyğundur. Adi dərəcədə olan sifətdir. Şərəfli sözü bəli adi dərəcədədir. Heç bir dərəcə əlaməti yoxdur tərkibində. D olacaq ikinciyə. İşarə əvəzliyidir. Burada işarə əvəzliyi yoxdur. Hər təyin əvəzlikdir. Yəni E heç birinə getmədi. Cavabımız oldu 1BC, 2AD, yəni C variantı. İndi baxırıq 7-ci suala. Hansı cümlədə zərf işlənməmişdir? İrəlidə bizi gözləyirlər. Burada irəlidə sözü yer zərfidir, yəni burada işlənib. Ora yer zərfidir. Geridə yer zərfidir, dünən zaman zərfidir. Cavabımız olacaq E variantıdır. Xankəndidə bu konkret yer bildirir, xüsusi isimdir. Və 8-ci suala baxırıq. Hansı söz nöqtələrin yerinə yazılsa məcazi mənada işlənər? Dağın ətəyi olacaq burada. Ətək sözü burada məcazi anlamdadır. Digər sözlər isə həqiqi mənadadır. Ona görə bu sualın üzərində çox dayanmayacağım. Keçirəm növbəti suala. Və 9-cu suala baxırıq. Təəssüflə sözünün fonetik təhlilinə aiddir. Əlbəttə ki, biz burada birinci bu sözün tələffüzünü yazmalıyıq. Baxın, ənin biri düşür, sığlar qalır və lə isə nən olaraq tələffüz olunur, lə şəkilçisi. Əslində, burada səs və hərf bir bərabərləşir. Çünki ə düşür, baxın, bu düşən ənin yerini burada bir dənə nə artırıram axı sonda, o tutur. Ona görə səs və hərf bərabərdir. Yəni, biz burada artıq avtomatik olaraq 2-ni götürürük. Səs düşümü hadisəsi baş verir. Bəli, ə saitlərdən biri düşdü. Bir də düzdür. Cavabımız oldu elə 1 ilə 2 D variantı. Kar samitlərdən biri tələffüz edilmir. Xeyr, kar samitlər tələffüz olunur. Yəni, sığların heç biri düşmür. Yalnız bir məqamda qarşılığı olmayan samit işlənibdir. Xeyr, burada baxın 2 N var. Biz tələffüzə baxırıq. Ona görə də 1-dən 2 doğru cavabdır. İndi gəlin 10-cu suala baxaq. Ahəng qanununa tabi olmayan sözləri müəyyən edin. Çox asan bir sualdır. Yəni, qalın və ya incə sait eyni anda sözün tərkibindədirsə, burada ahəng qanunu pozulub.
Bisavad, baxın, i və a var, qalın və incə var. Deməli, a-nın qanunu pozulub. Tərəfsiz, hamısı incə saitdir, pozulmayıb. Sənətdəki hamısı incədir. Qanuni, a, u, i. Baxın, qalın və incə sait var burada. Ona görə 1, 4 və əzabkeş sözündə də ahəng qanunu pozulub. Çünki burada da ə incədir, a qalındır. 1, 4, 5 olacaq, yəni B variantı. Bəli, birinci mətnimiz bədii mətindir, yaxşılıq zənciri mətnidir. Mətni oxuya bilərsiniz, baxa bilərsiniz. Mən vaxt getməsin deyə sadəcə olaraq suallara baxacağam. Gəlin 11-ci suala baxaq. Altından xətt çəkilmiş cümlədəki məcazi mənalı ifadənin həqiqi mənalı qarşılığı hansı cümlənin tərkibindədir? İndi biz altından xətt çəkilmiş cümləyə baxırıq. Burada altından xətt çəkilmiş cümlə baxın budur. Gecə tibb bacısının evində hamı yuxuya getmişdi. Burada da məcazi mənalı ifadəni tapmalıyıq. Bu da yuxuya getmişdi ifadəsidir. Həqiqi mənalı qarşılığını gəlin tapaq yuxuya getmə ifadəsinin. Sonra yerinə uzandı. Uzanmaq yuxuya getmək deyil. Yəni yatmaq deyil. Yuxusuna haram qatmaq istəmədi. Burada yuxusuna haram qatmaq məcazi mənadadır onsuz da. Ona görə bu da olmayacaq. Az sonra gözlərini yumdu. Gözünü yummaq yatmaq mənasına gəlmir. Yəni gözünü yumursan amma yatmaya da bilərsən. Ona görə C də olmayacaq. Körpə vaxtında yatdı. Yəni yuxuya getdi. Bəli, cavab olacaq elə D variantı. E-də isə oyanmaqdan söhbət gedir. Ona görə də cavabımız D oldu. İndi keçirik 12-ci suala. Mətnə aid hekayə xəritəsində yol verilmiş səhvləri müəyyən edin. Hadisə xəstəliyə səbəb olan qəza. Ümumiyyətlə, mətndə belə bir hadisə yoxdur. Ona görə elə səhvləri dediyi üçün biri seçirik. Baş həkim. Obrazlarda həkim var, amma baş həkim olaraq qeyd olunmadığı üçün biz ikini də seçməliyik burada. Xəstə var, bəli, 3-ü götürmürük, yəni 3-lər olan variantları çıxdıq. 1, 2 cavabımız elə çıxır D variantı. Burada məkan xəstəxana var, amma xəstənin evi verilmir. Yəni məkan olaraq xəstənin evini biz mətndə görmürük. Ona görə cavabımız oldu D variantı. İndi keçirik 13-cü suala. Mətn kimin dilindən təqdim olunur? Mətn müəllifin dilindən təqdim olunur. Baxın, mətnə baxaq. Xəstəxanada müalicə olunan xəstələr xəstəliklərinə uyğun palatalarda yerləşdirilmişdilər. Palatalar müasir tələblərə uyğun olaraq səliqəli təmirli olmaqla yanaşı, həm də lazımi avadanlıqların təmin olunmuşdu və s. Bu formada siz mətni oxusaz görəcəksiniz ki, mətn hər hansı başqa bir şəxsin ya da birinci şəxsin dilindən verilmir. Təhkiyə olunmur. Ona görə də elə cavabımız olacaq burada. Cavabı da qeyd edim. Müəllifin. Və indi baxırıq növbəti sualımıza. 14-cü suala. Klasterdəki nöqtələrin yerinə uyğun ifadələrin yazıldığı bəndi müəyyən edin. Baxın, birinci biz burada klasterin dolu xanasına baxmalıyıq ki, nə yazmalı olduğumuzu müəyyən edək. Klasterin birinci xanasında belə yazılıb ki, çalışdığım müəssisədə hələ çox illik təcrübəyə malik deyil. Bu kimə aid idi mətndə? Bu tibb bacısına aid idi. Yəni burada əslində elə bir cavab çıxır. Hətta biz heç bir cavablar arasında da qalmırıq. Cavabımız olur E variantı. Tibb bacısı, baxın burada da verilir. Bir dəqiqə, mən bunu sizə göstərim. Aha. Baxın burada tibb bacısına aid belə bir epizod var ki, tibb bacısı palataların birində üzgün görünən, burada xəstəxanada yenicə işləməyə başlayan gənc tibb bacısı, yəni gənc olduğunu və xəstəxanada yenicə işləməyə başladığını biz burada görürük, elə deyilmi? Ona görə də elə cavabımız olacaq burada E variantı, yəni hələ çox illik təcrübəyə malik deyil, təzə başlayıbdır, gəncdir və davranışlarında da səmimidir. Orada xəstə üzgün olduğunu görür xəstənin və ona qarşı mehriban davranır. Və növbəti suala baxırıq. Mətndə problemlə üzləşənlər sırasında verilə bilməz. Baxın, gəlin biz mətnə baxaq bunun üçün. Birinci cavabları oxuyaq. Xəstənin dostu, afisiyant, daha sonra tibb bacısı, uşaq və xəstə. Burada xəstənin dostu, baxın, burada verilir ki, həmin vaxt xəstənin dostu restoranda nahar edirdi və köhnə dostu ilə danışdıqdan sonra, yəni həmin o xəstə ona zəng edir və etdiyi bir yaxşılıq üçün ona təşəkkür edir. Baxın, burada verilibdir. Və daha sonra isə köhnə dost çox şad olur və afisiyanta yaxınlaşıb yediyinin haqqını artıqlaması ilə onu ödədi. Yəni, burada biz xəstənin dostunun hər hansı bir problemlə üzləşdiyini görmürük.
Düzdürmü? Daha sonra afisiyanta baxaq. Afisiyant da bu pulun çoxluğundan heyrətlənir və indi digər tərəfə keçəcəm. Və pulun çoxluğundan heyrətləndiyi üçün də burada başqa bir uşağı öz hesabına yedizdirir. Baxın, burada demək ki, afisiyant da heç bir problemlə üzləşmədi. Düzdürmü? Daha sonra da uşaq çox sevindi və neçə gündür dilinə bir şey dəymirdi. Daha sonra o küçədə gedərkən bir küçüyə rast gəlir və ona kömək edir. Yəni, burada biz uşağın artıq bir məsələ ilə, bir problemlə üzləşdiyini deyə bilərik. Çünki o neçə gündür heç nə yemirdi, dilinə bir şey dəymirdi. Yəni, uşaq obrazı burada problemlə üzləşən obrazdır. Amma afisiyant və xəstənin dostu deyil. Demək ki, biz nə edirik burada? Biz burada problemlərlə üzləşənlər sırasında verilə bilməz sualında uşaq olan variantı çıxırıq. Çünki uşaq problemlə üzləşibdir, yəni aclıqla mübarizə aparıbdır. 4-ə çıxdıq. Sonra dedik ki, xəstənin dostu üzləşməyibdir. Yəni, biri götürürük. Və afisiyant da üzləşməmişdi, bunu da götürdük. Tibb bacısı üzləşmişdi. Bir də yuxarı vermək istəmirəm, mətnə qayıtmaq, çünki təzədən bu yazdığım yazılar silinəcək. Tibb bacısı burada heç bir, ümumiyyətlə, üzr istəyirəm, tibb bacısı problemlə üzləşir. Çünki orada, tibb bacısı burada problemlə üzləşir, çünki orada, tibb bacısı mətndə problemlə üzləşir. Çünki orada xəstənin üzgün olduğunu görür. Və onun üzgün olduğunu görür və ona kömək eləməyə çalışır. Onun üzgünlüyünü, belə deyək də, bir növ xoşbəxtliklə əvəz etməyə çalışır. Və ona görə də tibb bacısı da üzləşənlər sırasındadır. Yəni, tibb bacısı da cavab olaraq götürülmür. Və həmçinin də xəstə də problemlə üzləşir. Çünki xəstə üzgündür və o da onun üçün bir problemdir əlbəttə ki. Cavabımız olacaq C variantı. Və baxırıq indi 16-cı suala. 16-cı sualda çərçivə daxilindəki sözə əsasən müəyyən edin deyir. Çərçivə daxilindəki sözə baxırıq mətndə. Burada çərçivə daxilindəki söz təşəkkür sözüdür. Burada amma niyəsə tam açılmadı. Bir dəqiqə, təzədən bir də qayıdım. Aha. Burada təşəkkür sözü, baxın, çərçivə daxilində verilmiş sözdür. Çoxdan görüşmədiyi bir dostuna zəng vurub, vaxtilə etdiyi bir yaxşılıq üçün ona təşəkkürünü bildirdi. Yəni, ona minnətdarlığını bildirdi mənasındadır burada təşəkkür sözü. İndi gəlin baxaq. Qarşılığı təbrik deyil, əlbəttə ki, minnətdarlıq da 2 olacaq. İfadə etdiyi məna, edilən yaxşılığa görə razılıq. Bəli, çünki mətndə də qeyd olunur ki, xəstə ona edilən yaxşılığa görə dostuna təşəkkür etdi, zəng edib. Yəni, bir də olacaq 3. 4-də xeyirxahlığın qarşılığının maddi olaraq ödənməsi. Xeyr, burada maddi olaraq ödənməsindən söhbət getmir. Bunu edən həmin xəstənin dostu idi. Hansı ki, belə deyək, o an xoşbəxt olur və afisiyanta maddi olaraq daha çox pul ödəyir. Cavabımız olur 2 və 3, yəni B variantı. İndi baxırıq 17-ci suala. Mətnə görə restoranda nahar edən şəxsin müxtəlif zamanlarda olsa da birbaşa ünsiyyətdə olduğu insanlardan deyil. Burada restoranda nahar edən şəxs xəstənin dostu idi və birbaşa ünsiyyətdə olduğu insanlardan deyil deyə soruşulur. Xəstənin dostu olduğu üçün xəstə ilə ünsiyyətdə olacaq. Yəni, biz burada xəstə variantını çıxırıq. Daha sonra afisiyanta da orada pul ödəyir, maddi olaraq ona da bir yardım edir. Yəni, onunla da ünsiyyətdə olubdur demək ki. Bunu da çıxdıq, cavab qaldı 3 və 4, yəni B variantı. 18-ci suala baxırıq. Kursivlə verilmiş abzasda, çünki tibb bacısı çox gözəl bilirdi ki, insanlar kimi heyvanların da qayğıya ehtiyacları var. Cümləsini hansı sözlə başlayan cümlədən sonra artırmaq olar? Biz burada kursivlə başlayan abzasa baxırıq və həmin abzasdakı bütün cümlələri oxuduqdan sonra burada verilən, baxın, bu cümlənin hansı cümlədən sonra artırılacağını müəyyənləşdiririk və həmin cümlənin də ilk sözünü müəyyən edirik. Gəlin baxaq kursivlə verilən abzasa. Burada kursivlə verilən abzas, baxın, bu hissədir. Bu hissədir. Yəni, uşaq çox sevindi, çünki ilk gün idi, dilinə bir şey dəymirdi. O küçədə gedərkən soyuqdan titrəyən bir küçüyə rast gəldi. Küçüyü qucağına alıb evlərinə gətirdi. Qonşuluqda yaşayan həmin tibb bacısına verdi. Soyuqdan qurtulduğu üçün küçük xoşbəxt idi, çox xoşbəxt idi. Axı tibb bacısı
ona xüsusi qayğı göstərir, vaxtında yemək verirdi. Yəni biz artıq bu cümlədən sonra həmin o şərtdəki cümləni artıra bilərik. Çünki burada tibb bacısının həmin küçüyə qayğı göstərməsindən və vaxtında yemək verməsindən söhbət gedir. Yəni burada artıq axı sözü ilə başlayıb bu cümlə, bunu yadda saxlayaq. Və buna görə də bu küçüyə etdiyi bu yaxşılığa görə də deyə bilərik ki, çünki tibb bacısı çox gözəl bilirdi ki, insanlar kimi heyvanların da qayğıya ehtiyacı var. Yəni ona görə də heyvanı vaxtında yedizdirirdi, ona qayğı göstərirdi. Cavabımız olacaq burada da E variantı. Axı ilə başlayan cümlə. İndi baxırıq biz 19-cu suala. Mətnə əsasən uyğun fikri seçin və seçiminizi əsaslandırın. Mətndəki əsas fikrə uyğun deyil. Yaxşılıq edən yaxşılıq tapar, yamanlığa yaxşılıq ər kişinin işidir. Mətndə yamanlığa yaxşılıqdan söhbət getmir, əksinə yaxşılıq zəncirindən söhbət gedir. Belə mətnin adı da belədir. Burada bir-birinə yaxşılıq edən insanlardan və yaxşılığın insana olan müsbət təsirindən söhbət gedir. Yəni burada biz 2-ni götürürük, çünki mətndəki əsas fikrə uyğun deyil deyir və əslində izahını da elə vermiş olduq. Mətndə yamanlığa edilən yaxşılıqdan söhbət getmir, əksinə yaxşılıqdan söhbət gedir. Yəni yaxşılığa edilən yaxşılıqdan, yaxşılığa qarşı edilən yaxşılıqdan söhbət gedir. Və son olaraq birinci mətnin son sualına gəlirik. Daha doğrusu hələ ikinci mətnimiz var. 20-ci suala baxırıq. Mətndəki yaxşılıq zəncirinin başlamasına və davam etməsinə səbəb olan insani xüsusiyyətləri yazın. İnsani xüsusiyyətlər biz burada yaza bilərik. Başlamasına səbəb olan, gəlin elə mətndən göstərim. Baxın, başlamasına səbəb olan burada nədir? Baxın, burada həkim verir ki, palataları gəzir, xəstələrə nəvaziş göstərir. Burada nəvaziş deyə bilərik, nəvaziş, qayğı. Həmçinin burada yenicə işə düzələn gənc tibb bacısı üzgün görünən bir xəstənin üzünə gülümsüyür, ondan halını soruşur. Yəni, burada da biz yenə qayğıkeşlik deyə bilərik. Və daha sonra həmin xəstə də bunun nəticəsində zəng eləyib dostuna təşəkkür eləyir və dostu da həmin afisiyanta daha çox yediyinin haqqını verir, yəni haqqını artıqlaması ilə verir. Burada biz nə deyə bilərik? Səxavətlilik deyə bilərik və yaxud da ümumi olaraq mətndə xeyirxahlıq deyə bilərik. Baxın, burada biz hansı hissədə xeyirxahlıq ifadəsini daha çox istifadə edə bilərik? Burada baxın, uşaq bir küçüyə rast gəlir və onu qucağına alıb evlərinə gətirdi. Biz burada xeyirxahlıq ifadəsini istifadə edə bilərik. Sonra tibb bacısına verdi. Tibb bacısı da ona xüsusi qayğı göstərirdi. Yenə burada qayğıkeşlikdən söhbət gedir. Yardımsevərlik yaza bilərsiniz və s. Yəni bu tipli ifadələrin hamısını rahatlıqla cavaba yazmaq olar. İndi biz keçirik növbəti mətnimizə, hansı ki bu mətndə publisistik üslubdadır. Balıq qulağını qulağımıza tutanda dənizin səsini eşidirikmi mətni? Yenə də mətnə baxa bilərsiniz. İndi yəni ekran qeydi alıb baxa bilərsiniz. İndi biz suallara keçirik. Üzərində rəqəm yazılmış sözlər yerinə görə birini əvəz edə bilər, bir-birini əvəz edə bilər. Burada sadəcə olaraq yenə yazılar tam görünmür. Bəli, bir-birini əvəz edə bilər, baxın bu hissədə. Deməli, gəlin baxaq sözlərə, üzərində rəqəm yazılan sözlərə. Dalğalar, fərziyə, baxın elə mən bunları işarəliyim. Dalğalar, fərziyə, eksperiment, təcrübə və cərəyan. Burada eksperiment və təcrübə sözləri bir-birini əvəz edə bilər. Yəni bu sözlər bir-birinin qarşılığıdır. Cavabımız olacaq 3 və 4. Yəni A variantı. Mətnə əsasən dənizdə dalğa olmasa, bir dəqiqə, yenə burada tam görünmür. Aha. Dalğa olmasa olmaz. Nə mümkün olmaz? Bəli, nə mümkün olmaz. Baxın, burada dalğa ilə bağlı belə bir cümlə var. Mən belə eləyim, bəlkə belə uzaqlaşdırım, daha yaxşı olar. Baxın, burada dalğa ilə bağlı belə bir cümlə var. Bir dəqiqə indi o hissəni sizin üçün tapıb göstərəcəm. Bəli, onlar öldükdən sonra isə, yəni mollyusklar, dalğalar əksər balıq qulaqlarını sahilə atır. Yəni, əgər dalğa olmasa, o zaman balıq qulağı da sahilə atıla bilməz. Düzdür, cavab olacaq ona görə B variantı. İndi isə baxırıq 23-cü
3-cü suala. 3 və 4-cü abzaslarda, yəni 3-cü və 4-cü abzaslar deyəndə bu abzaslar nəzərdə tutulur. 3 və 4-cü abzaslar. İfadə olunan fikirlərdən bu nəticəni çıxarmaq olar. Baxın, 3-cü və 4-cü abzaslarda ümumiyyətlə balıq qulaqları ilə bağlı olan fərziyələrdən danışılır. Baxın, 1-ci fərziyyə, 2-ci fərziyyə, yəni alimlərin gəldiyi fikirlərdən danışılır. Ona görə də burada cavab olacaq B variantı. Balıq qulağı ilə bağlı fərziyələrin sayı 1-dən çoxdur, yəni bir neçə fərziyyə var. İndi baxırıq 24-cü suala. Mətnə görə balıq qulağı toplamaq üçün daha əlverişli məkan sayıla bilər. Bu olacaq dənizlərin sahili. Nəyə görə? Çünki baxın, bayaq biz oxuduq bu cümləni. Onlar öldükdən sonra isə dalğalar əksər balıq qulaqlarını sahilə atır. Və həmçinin biz 1-ci abzasda da bu ifadəni görə bilirik ki, bəzən baxın, dəniz kənarında dincələndə kimin qarşısına iri bir balıq qulağı çıxsa yan keçməz. Yəni dənizin kənarında olur, sahilində olur. Yəni bu ifadələr artıq bizə cavabın B variantı olduğunu göstərir. İndi keçirik 25-ci suala. 25-ci sualda balıq qulağı ilə bağlı yenə bir klaster var. Klasterin 1-ci hissəsində mollyuskların qorunmaq üçün olan hissəsidir ifadəsi verilib. İndi biz burada bu hissələri, yəni bu boşluqları tamamlaya bilməyən fikirləri seçməliyik. Yəni yanlış fikirləri seçməliyik. Buraya yazıram, yanlış. Gəlin baxaq. Canlı varlıqdır. Bu yanlış fikirdir. Çünki balıq qulağı canlı varlıq deyil. Mollyuskalar canlı varlıqdır. Mollyuskalar. Yəni balıq qulağı mollyuskların bir növ evidir deyək məcazi mənada. Yəni onların üzərindəki qalın təbəqədir, sərt təbəqədir. Ona görə bir yanlışdır. Ərzaq məhsulu kimi istifadə olunur. Xeyr, mətndə belə bir məlumat yoxdur. Yəni biz burada bəlkə də mollyuskları deyə bilərik ki, hə, ərzaq məhsulu kimi istifadə olunur. Amma mətndə onsuz da ümumiyyətlə belə bir məlumat olmadığı üçün elə 1-lə 2 səhv cavabdır. Tərkibində əhəng daşı var. Bu doğru fikirdir. İndi mətndə göstərəcəm o hissəni. Dəniz sahillərində üzə çıxır. Bunu da bayaq cümlələrdə oxuduq ki, dənizlərin sahilində balıq qulaqları olur. Tərkibində əhəng daşı var. Bir dəqiqə indi o hissəni sizə göstərim. Baxın, burada verilibdir. Balıq qulağı, yəni mollyuskaların çanağı buynuzcuqdan və əhəng daşından ibarətdir. Baxın, burada əhəng daşından ibarət olduğu söylənilibdir. Və növbəti suala baxırıq. Mətnə görə hansı fikir doğrudur? İdmançı balıq qulağı ilə bağlı sınaqda iştirak edib. Bu fikir doğrudur. Baxın, burada verilibdir. Bir dəqiqə göstərim sizə. Burada, baxın, 3-cü abzasdadır. Deyir ki, idmançı daha güclü səs eşitməlidir, amma təcrübə zamanı heç bir fərq hiss olunmur. Demək ki, bu təcrübədə idmançı iştirak edibdir. Yəni, avtomatik olaraq bu cavabımız olacaq doğru cavab. 1-i götürürük. Daha sonra, davamlı hərəkət zamanı idmançının da qan dövranı sürətlənir. Bu fikir də doğru fikirdir. Bunu silməmişəm. Bir dəqiqə. Davamlı hərəkət zamanı idmançının qan dövranı sürətlənir. Bəli, bu doğrudur. Çünki burada baxın verilibdir. Davamlı hərəkət zamanı insanın qan dövranı sürətlənir. Deməli, hərəkət zamanı idmançı daha güclü səs eşitməlidir. Yəni, insan olduğu üçün əlbəttə onun da qan dövranı avtomatik olaraq sürətlənir. Yəni, burada 1-lə 2 doğru cavabdır. Balıq qulağı insanların qan dövranına təsir edir. Bir də mətnə qayıtmıram, amma siz orada mətni oxusanız, görəcəksiniz ki, burada mən bunu işarəliyim. Nəyə görə eləyə bilmədim? Bir dəqiqə. Orada görəcəksiniz ki, balıq qulağı insanların qan dövranını təsir etmir. Təsir edən qan dövranına hərəkətdir. 3 ona görə səhvdir. Ən güclü səsləri ancaq idmançılar eşidirlər. Xeyr, təcrübədən sonra məlum olur ki, idmançılar balıq qulağından elə adi hərəkət edən insanların eşitdiyi səsi eşidirlər. Daha güclü səs eşitmirlər. Dənizin də səsi var. Bəli, bu fikir doğrudur. Çünki dənizin səsi var ki, insanlar balıq qulağından dənizin səsini eşitdiklərini düşünürlər. Yəni, belə bir səs demək ki, həqiqətən mövcuddur. 1, 2, 5 olacaq cavab. Və 27-ci suala baxaq.
Tünd qara şriflərlə verilmiş cümlə ilə bağlı hansı fikir doğrudur? Tünd qara şriflərlə verilmiş cümləyə baxırıq. Baxın, bu cümlədir. Bundan başqa mollyusklar soyuğa necə dözürlər? Ümumiyyətlə, bu cümlə haqqında mən sizə öncədən bir məlumat verim. Bu cümlə mətndə verilir, amma daha sonra bu cümlə ilə bağlı heç bir məlumat yoxdur. Yəni, bu suala bir cavab verilmir mətndə. Mətn tamamilə balıq qulağından gələn səslər və bu səslərin nə ilə bağlı olması ilə bağlı irəli sürülən fərziyyələrdən ibarətdir. Ona görə də biz də cavabı elə buna uyğun seçməliyik. Yəni 27-ci sualda elə cavabımız olacaq E variantı. Yəni mətnin tərkib hissələri arasında əlaqəni pozur. Çünki bu cümlə orada havada qalır. Yəni mətndə havada qalır. Onun cavabı daha sonraki abzaslarda verilmir. Yəni açılmır o sualın izahı. İndi baxırıq 28-ci suala. Altından xətt çəkilmiş hissədəki fikir nəyi ifadə edir? Altından xətt çəkilmiş hissəyə baxırıq. Bayaq baxdığımız hissədir. Baxın bu. Balıq qulağı, yəni mollyuskaların çanağı, buynuzcuqdan və əhəng daşından ibarət müdafiə təbəqəsidir. Burada nədən bəhs olunur? Balıq qulağı sözünün şərhi verilir. Yəni balıq qulağı nədir? Mollyuskaların çanağı buynuzcuqdan, yəni balıq qulağı deyəndə mollyuskaların çanağı nəzərdə tutulur və həmin bu mollyuskaların çanağı, yəni balıq qulağı buynuzcuqdan və əhəng daşından ibarət müdafiə təbəqəsidir. Ona görə də cavabımız burada nə olacaq? Cavabımız burada olacaq çərçivə daxilindəki sözün şərhi. Yəni orada balıq qulağı sözü çərçivə daxilindədir və həmin sözün şərhi ifadə olunubdur burada. Və 29-cu suala baxırıq. Artıq açıq suallara keçdik. Mətnin tərkib hissələrini əhatə edən plan bəndləri tərtib edin. Mən bunu sizə şifahi formada deyəcəm. Elə gəlin yenə də mətnə qayıdaq. Orada mən sizə deyim ki, nələr yaza bilərsiniz. Baxın, burada giriş hissəsi bu hissədir. Bir dəqiqə. Baxın, bu hissə giriş hissəsidir. Bura biz nə yaza bilərik? Ümumiyyətlə, burada nədən söhbət gedir? Burada söhbət gedir, insanlar dəniz kənarında balıq qulağı görsələr ondan yan keçməzlər, onun səsini dinləyərlər, qulaqlarına tutab və hətta bu səs insanların xatirələrini canlandırmaqla sanki bu romantik və qayğısız günlərin ömrünü uzadır kimi fikirlər verilib. Yəni, biz burada nə yaza bilərik? Qayğısız günlərin ömrünü uzadan balıq qulağı. Çünki, baxın, burada qayğısız günlərin ömrünü uzatdığı söylənilir. Və yaxud da balıq qulağından gələn dənizin səsi. Çünki insanlar qulaqlarına tutub dənizin səsini dinləyirlər və s. Əsas hissədə bir çox fikir yazmaq olar. Mən amma ümumi bir fikir səsləndirəcəm burada. Balıq qulağındakı səslə bağlı alimlərin müxtəlif fərziyyələri yaza bilərsiniz. Baxın, burada müxtəlif fərziyyələrdən danışılır. Hətta bu fərziyyələri də yaza bilərsiniz. Yəni, bu fərziyyələr nələrdir? Bu fərziyyələrin nəticəsi və s. kimi plan bəndləri qura bilərsiniz. Və sonuncu abzas, yəni bu abzas isə 5-ci abzas isə burada artıq nəticə hissəsidir. Bura nə yaza bilərsiniz? Bəs bəşəriyyətin yaratdığı əfsanə yaza bilərsiniz. Çünki baxın, burada balıq qulağı ilə bağlı bəşəriyyətin yaratdığı əfsanəyə insanların inanmağa davam etməsindən söhbət gedir. Və yaxud da bəşəriyyətin yaratdığı əfsanəyə inanmağa davam edən insanlar yaza bilərsiniz. Ya da bəşəriyyətin bu əfsanəyə inanmağa davam etməsi və s. və s. Yəni başqa bu cümlələrdən də nələrsə götürüb yaza bilərsiniz əlbəttə ki. Yəni plan bəndləri onsuz da abzasda verilən fikirlərə əsaslanır. Və sonuncu sualımıza gəldik. Mətnə istinad etməklə alimlərin bütün fərziyyələri mübahisəsiz doğru olur hökmünü təksib edən, yəni səhv olduğunu təksib etmək onsuz da yalanlamaqdır. Səhv olduğunu sübut edən fikir yazın. Biz belə yazırıq ki, mətndə balıq qulağındakı səslə bağlı alimlər bir neçə fərziyyə irəli sürürlər. Gəlin yenə də mətnə baxa-baxa danışaq. Bu sualın cavabını mətnə baxaraq izah edək. Bəli, mətndə balıq qulağındakı səslə bağlı alimlər bir sıra fərziyyələr irəli sürürlər. Məsələn, baxın, bu fərziyyələr əslində dəfələrlə dedim, amma bu hissələrdə var. Bir qismi bu səsin başımızdakı damarlardan axan qanın səsi olmasını, bu da bu hissədə verilibdir. Baxın. Və bir qismi isə bu səsi hava cərəyanının yaratdığını iddia edirlər. Baxın, hava cərəyanının yaratdığını iddia edirlər. Bu hissədə verilibdir. Ancaq sonraki təcrübələr bu fikirlərin yanlışlığını üzə çıxarır. Belə yaza bilərsiniz. Yəni, buna uyğun fikir yaza bilərsiniz. Baxın, sonraki təcrübələr artıq göstərir ki, xeyr, bu fərziyyələr yanlışdır. Bunlar doğru deyil. Və yaxud da bu 4-cü abzasda, məsələn, bu
göstərir ki, balıq qulağının içərisində dolan səs məhz ətraf mühitdəki səslərdir. Yəni hava cərəyanı ilə bağlı deyil. Və beləliklə bütün sualların izahını vermiş olduq. Ümid edirəm ki, nəticələriniz ürəyinizcədir. Hər birinizə uğurlar arzulayıram.